Salam, hər vaxtınız xeyir olsun. Qubadlı ictimaiyyəti, Qubadlı cəmaatı, doğma Qubadlılar. Bax, bura Dondarlı kəndinin ərazisidir. Bura Dondarlı kəndinin yeni məhəlləsi idi bu ərazilər. Həm də əkin-biçin sahəsi idi. Münbit torpaqları ilə bu yerli cəmaat burada təsərrüfatla məşğul olurdu. Nə bilim, yaşayışını bax bu torpaqlarla təmin edirdilər. İndi deyilənə görə rayonu bu ərazilərdə tikəcəklər, Qubadlı rayonunu. Bu ərazidə tikiləcəklər, burada tikinti texnikalar gəlib, təmizlik işləri aparırlar, buraları otalar, qanqal, tala basmışdır. Təmizləyiblər bir hissəsini, bir təmizliyə gedirlər. Belə kürürlər, sonra da yığırlar, kamazlara daşıyırlar. Mən arzu eləyərdim ki, elə bu ərazilərdə Dondarlı kəndinin özü tikilsin. Dondarlı qədim kənddir, qədim tarixə malikdir, həm özünün qədim məscidi var. Qubadlı da öz yerində tikilərdi. Bu ərazilərdə, yəni tarix itməsin deyənə mən arzu eləyərdim ki, ən azından bax, bu ərazilər Dondarlı kəndinin cəmaatının əkin-biçin sahəsi olardı. Kənd yuxarıda o dağın döşündə, oralarda qədim kəndin yerində bərpa olunardı. Dəmçilər də qarşı tərəfdə görsəniz, o da öz yerində bərpa olunardı. Rayonda böyük ərazisi var. Öz ərazisində tikilərdi. Rayonla bizim aramız o qədər də uzaq deyil. Rayon bax oradır, görsəniz. 5 mərtəbə. O ərazi orada böyük düzənlik var. Bəlgüşat çayının sağı solu. Gözəl məkandır. Orada Qubadlının mərkəzini, yəni şəhəri bərpa etmək məncə daha yaxşı olardı. Hansı səbəbdənsə burada bərpa olunursa, onu da bilmirəm. Amma mən bir vətəndaş olaraq bir çox Dondarlıların arzusu burada Dondarlı kəndinin öz yerində, Qubadlının da öz yerində tikilməsini arzu edirlər. Onu da əlavə edeyim ki, deməli Bəlgüşat vadisində, Qubadlı rayonunun ərazisində ən çox sulu sahəsi olan təsərrüfat üçün ərazi Dondarlı kənd ərazisidir. O yarğanlardan, hansı ki Qubadlı-Bakı magistral yolundan üzü bəri bu kəndin o yuxarı o ağaçlar, topa ağac görsənən yerdən də biraz yuxarı ora qədər sulu sahəsi idi. Yəni, böyük bir ərazi idi. Çox təəssüflər olsun ki, bu ərazilərin çoxu kanalları da ermənilər turbaları da daşıyıb aparıblar. O kanallar indi hal-hazırda gəlmir. Bu da bizim gözəl Dondarlı kəndimiz. Hərsiz dağı, Gözət dağ. Burayla da Bəlgüşat çayı gedir.
Böyük ərazimiz var, sulu. Yəni ərazini 200 evin arası. Yox, Allah'ım yox. Deməli, Qubadlı rayonunda ən böyük sulu ərazisi olan Dondarı idi, daha doğrusu. Da indi Dondarı kəndi yoxdur, Dondarı şəhər oldu.